pəhriz çörəyinin pəhriz çörəyi olmasını hansı standartlar əsasında müəyyənləşdirdiniz? Bundan gözəl sual ola bilməzdi. Hansı standartlara cavab verir ki, o çörək pəhriz çörəyi olur? Kəpəyi mi var içində pəhriz çörəyi olur? Rəngi qaramtıldımı deyə pəhriz çörəyi olur? Nədən irəli gəlir? Və yaxud da ki, üstünə yazılıbdımı deyə pəhriz çörəyi olur? Yəni mən məsəl üçün bunun üstünə pəhriz yazsam, bunu yeyəndə mən arıqlayacağam mı? Yox, əlbəttə ki. Ona görə də bilirsiniz, marketinq deyilən bir şey var. Elə şeylər yaza bilərlər ki, onun üstünə elə yalanlar yaza bilərlər, heç qızarmazlar da, utanmazlar da. Ona görə də pəhriz çörəyi deyə bir şey yoxdur. Dənli bitkilərin üyüdülməsi nəticəsində alınan bir məhsul var və həmin məhsulun içərisində müəyyən həmin məhsulun içində olan makronutriyentlərə uyğun şəkildə enerji var. Bax, budur. Kökəldən çörək yoxdur, arıqladan çörək yoxdur. Dilim 20 qramdan ibarət olmalıdır. Əgər siz bir çörəkdən 20 qram qopardırsınızsa da və o 20 qramdan 2 dənədirsə də, demək yəni ayrı-ayrılıqda 20 qram və 20 qram. Deməli siz 2 kusok çörək yeyirsiniz. Amma çörəyin yarısını bölürsünüzsə də və o da 2 yerə bölünürsə də, sağ və sol tərəfdəki hərəsi 200 qramdırsa da, o artıq 2 kusok deyil. Ona görə də buna, bu amilə diqqətlə yanaşmaq lazımdır.